Salam dostlar, salam əziz izləyicilər. Deməli, Müdafiə Nazirliyində çox ciddi kadr dəyişiklikləri gözləndi, kadr dəyişiklikləri olacaq. Bu barədə etibarlı mənbələr məlumat veriblər. Gələn ayın 6-sı Müdafiə Naziri Zakir Həsənovun 65 yaşı tamam olur və o təqaüdə göndərilir. Müdafiə Naziri vəzifəsindən azad edilir və təqaüdə göndərilir. Yerinə şübhəsiz ki, yeni nazir təyin olunmalıdır. Bir çoxlarınız düşünər ki, bir çoxlarınız istəyirsiniz ki, bu vəzifəyə 2-ci Qarabağ müharibəsində iştirak etmiş, orada zəhməti, əziyyəti olan və müharibənin gedişində xüsusi qabiliyyətindən seçilən zabitlərdən, generallardan biri olsun. Məsələn üçün, mən əminəm ki, Azərbaycanın böyük hissəsi xüsusi təyinatlı qoşunların komandanı Hikmət Mirzəyevin Müdafiə Naziri olmasını istəyir. Amma bu belə olmayacaq. Çünki İlham Əliyev üçün döyüş qabiliyyəti olan adamlar, istedadlı sakirlər, vicdanlı vətənpərvərlər lazım deyil. O, ailəyə yaxın olan adamı Müdafiə Naziri təyin edəcək. BBC qızının ərini gətirib Müdafiə Naziri qoyacaq. Fəxriyə Xələfovanın həyat yoldaşı Elçin Quliyev. Dövlət Sərhəd Xidmətinin rəisi. Elçin Quliyev növbəti Müdafiə Naziri olacaq. Mənə verilən məlumata görə. Elçin Quliyev bu ailənin yaxın adamıdır və İlham Əliyev güc strukturlarına birbaşa özünə yaxın, özünə sadiq olan adamları təyin edir nazir vəzifələrini. Bu Vilayət Eyvazov da bu ailənin ən sadiq adamlarından biridir, olan qullarından biridir. Zakir Həsənov da elə qula hesab adam idi, uzun müddət daxili qoşunlardan gəlmişdi. Ondan əvvəl o da sərhəd xidmətindən gəlmiş. Ümumiyyətlə, sərhəd qoşunları göründü ki, Azərbaycanda müdafiə naziri olmaqdan ötürü tramplindir. Elçin Quliyev isə bu Fəxriyə Xələfova ilə evləndikdən sonra bu dəhşətli dərəcədə sürətlə vəzifə postlarını artırıb. Belə onun tərcümə yoluna baxsan ki, bu təyyarə sürəti ilə qalxıb. Bu, həm rütbələri, həm vəzifə pillələrini heç bir ciddi yerdə zadda işləmədən gəlib müdafiə naziri olacaqdır. Elçin Quliyev oğrun biridir. Elçin Quliyev indi 30-dan artıq jurnalisti qaçaqmalçılıqda ittiham edilir. Amma Azərbaycanın ən böyük qaçaqmalçı Elçin Quliyevdir. Narkotik qaçaqmalçılığından tutmuş, istənilən məhsulun ölkəyə gətirilməsi, kömrükdən kənar, ölkədən çıxarılması, ölkəyə gətirilməsi, bütün işlərlə bu adam məşğul olur. O narkotik yadınıza gəlir də Azərbaycan, İrandan Azərbaycana keçib, Azərbaycandan Gürcüstan sərhədini keçəndən sonra Gürcüstan tərəfində tonlarla narkotik maddə saxlamışlar. Bu bir neçə dəfə təkrar olunur. Bu işlərin hamısının başına Elçin Quliyevdir. Sərhəd, xüsusi sərhəd zolağı adlanan bir zolaq var. Azərbaycan sərhəddi boyunca bir neçə kilometr enində məsafəni 1000 hektarlardan torpaq sahəsini Elçin Quliyevə verib İlham Əliyev. Orada nə iş görülən, nə ağırlar bilinmir. Əkir, becərir, narkotik əkir, nə əkir, heç kəsin xəbəri yoxdur. Amma məndən xəbərim olan şey ondan ibarətdir ki, Zaqataladan Quşara qədər bütün sərhəd zolağında meşəni qırıb Embavuda satdı. Biz Embavudun əsl sahibi elə Elçin Quliyevdir. İndi bu Fəxriyə Xələfovanın əri olduğu üçün Müdafiə Naziri təyin olunan Elçin Quliyev bizim müdafiə işimizlə məşğul olacaq. Heç bir hərbi bacarığı, hərbi qabiliyyəti olmayan, heç bir zaman Müdafiə Nazirliyində, strukturunda işləməyən, heç bir zaman ciddi hərbi birliyə, hərbi tutaq ki, bir alaya komandanlıq etməyən adam. Bunun vəzifələrini deyim də sizə. Bu, Xudadda sərhəd dəstəsinin komandiri olub, xüsusi buraxılış məntəqəsinin komandiri olub, sonra Xudad sərhəd dəstəsinin komandiri olub, balaca heç alay da deyil o. Ondan sonra birbaşa sərhəd qoşunlarının komandanı gəlib, ondan sonra Dövlət Sərhəd Xidmətinin rəisi gəlib. Heç bir hərbi qələbəsi olmayan yerdə Azərbaycan bayrağı ordeni veriblər, bir neçə ordeni sahib veriblər. Atıcılıq fabriki, Atıcılıq Federasiyasının prezidenti təyin ediblər. İndi də bugün İngiltərənin York şəhərində atçılıq yarışlarında iştirak edir. Gözlənir ki, orada kral da gələcək. Kralın da gəlməsi gözlənilir yəni. İlham Əliyev BBC qızının ərini, Fəxriyə Xələfovanın həyat yoldaşını gətirdi Müdafiə Nazirliyinə. Elçin Quliyevi
onun birinci müavini əvəz edəcək. Mənə verilən məlumata görə İlham Mehdiyev, general-leytenant, Sərhəd Qoşunları Dövlət Sərhəd Xidmətinin rəisinin birinci müavini. Elçin Quliyevin bu biznes işlərini idarə edib. Uzun illərdir bu işlə məşğul. Yəni Zaqatala, Balakən meşələrini, nə bilim, qırıb MVD vermək təsərrüfat işlərində, yəni ki, bunu biznes işlərini həyata keçirən adamdır. Uzun illərdir o Dövlət Sərhəd Qoşunları, Qoşunların komandanlığı olanlar orada işləyir. Səhv eləmirəmsə orada qərargah rəisi olub. Birinci müavinidir və Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində o əvəzləyəcək. Belə dostlar, İlham Əliyev Azərbaycanı özünün şəxsi kooperativ elan edib. Öz yaxın adamlarını vəzifələri təyin edir. Əslində Azərbaycanda respublika quruluşu ləğv olunub. Feodal dövlətdir, xanlıqdır, dərəbəyliyidir daha doğrusu və bu dərəbəyliyində olan bütün vəzifələr də, bütün ciddi vəzifələr də insanların qabiliyyətinə, bacarığına görə yox. Dərənin bəyi İlham Əliyevə qohumluq əlaqələri ilə təyin olunub. İlhamın qohumu olmalısan, İlhamın ətrafında olmalısan, özlərinin sözü olmasın, qruqunda olmalısan ki, vəzifələrə çatasan. Belə, heç dözümlü olmayaq. Allah bizim səbrimizi kəssin. Sağ olun.